Misal üçün mənim qızım artıq 10 ili keçdi ki, atasını görmür. Amma hər 2 gündən bir də mən özüm onun telefonuna yığıram, deyirəm ki, atadır, ata ilə danışmalısan, çünki qız övladı ata üçün başqadır və atalar da qızlar üçün başqadır, özümdən bilirəm. Məcbur eləyirəm ki, sən danışmalısan, zəng vurur açmalısan, ən azından arada özünü ona göstərməlisən, çünki bəzi problemlər var, o gəlib çıxa bilmir bura. Yəni ataları pisləməyək, ona görə mən Leyla'ya deyirəm, yəni 2 qat ata sevgisini istəyirlər. Hiç görməsə də arada söhbət düşəndə misal üçün görürəm ki, gözləri dolur, gizlənir. Amma heç vaxt da dilə gətirə bilmir. Ona görə övladlarınızın da yanında olun. Kaş ki ailələr dağılmayan. Gününüz aydın olsun millət. Bu insanı mən tanımıram, bu xanımı. Amma yəni necə tanımıram, adını bilmirəm daha doğrusu. Ona görə ki, bəzilər kimi gündəmdə qalmaq üçün hoqqalar vermir. Ona görə bəlkə də tanımıram, adını bilmirəm. Bir şey demək istəyirəm, bu xanımın ailə həyatı bilmirəm nə cürdür, onun sözündən belə çıxır ki, yəni yoldaşı onlarla bir deyil, Allah özü kömək olsun, indi hansı məqsədlə ayrıdır, nə cürdür. Əsas mənim dediyim odur ki, bu xanım uşağına o ata sevdasını, ata sevgisini yəni təbliğ eləyir, atasına uşağından təmas yaradır. Yəni istəyir ki, onlar simsar olsunlar, bir-birindən əlaqəli olsunlar. İndi məqsəd yəni ki, ayrılmaqda və yaxud da nəsə onu biz deyə bilmərik. Sadəcə buradan səslənmək istəyirəm. Yəni düzdür, xanım da orada vurğuladı. Atalar var ki, mən deyərdim ki, atalar var, heç ata adına layiq deyil, sadəcə o ad üstündədir. Hansı ki, evladından ayrılır, amma evladından xəbəri yox, evladının hansısa bir çətinliyi ona maraqlı deyil, onun yaşayışı, onun tərbiyəsi, onun təhsili, sağlamlığı, onun heç belə vecinə də deyil, belə deyə. Yəni ki, biz bir kişi kimi deyirəm ki, yəni bu kişilərin içində cəmiyyətdə olduğum bir insan kimi deyirəm ki, yəni görmüşəm, bunları çox görmüşəm. Ancaq sayıca hesablasaq, atasına həsrət qoyan evladını, atasına həsrət qoyan, azad qadın hülyası ilə həyatını dağıdan, ailəsini dağıdan qadınlarımızın sayı həmən o laqeyd, ata adına yaraşmayan kişilərimizdən çoxdur. Çox təəssüf olsun ki, yəni qadınlarımızın, həmən o boşanan, ayrılan qadınların, mən deyərdim ki, 70%-i sırf onların məqsədi digər maraqlardır. Yəni burada heç kimdə yozmasın, əxlaqsızlıq əzada yox. Sadəcə azad qadın hülyası, nə bilim, özlərinə artıq yük bilirlər, ailə yükünü daşımağı, məsələn, ərə qulluq eləməyi, bunları artıq yük bilirlər. Yəni ki, belə qadınlarımız həddən artıq çoxdur. Amma bir şey düşünmək lazımdır ki, ər-arvadın hansısa səhvləri, hansısa öz maraqlarına görə ailəni dağıtmaqları birbaşa bu artıq valideyn statusu onun üstündən götürülür. Avtomatik. O necə ki, bir kəbinlə insan evlənirsə, deyək də belə dini kəbindən evlənirsə, ondan hansısa bir o qaydalara riayət eləmirsə, avtomatik Allah qarşısında bu pozulur bu kəbin. Bu da həmin kimi bir şeydir. Bugünkü gün uşağını atasız böyüdürsə və yaxud da ata o həddə gətirib çıxardır, uşaq anasız böyüyürsə və yaxud da nəsə də, yəni hər iki tərəfə aiddir. Bugünkü gün əgər kim boşanma verirsə, uşağını düşünmürsə, o birbaşa Allah qarşısında o statusu üstündən götürmüş sayılır. Yəni o istəyir ideal ana olsun ona. İstəyir ən gözəl ana, nə bilim, istəyir o balası üçün nələr əziyyət çəksin. Əgər o öz ər yükünü boynundan atmaq, özünə əziyyət bilib və o varı yoxu, gözünün işığı olan evladını atasız qoyursa, onun nə Allah qarşısında, nə cəmiyyət qarşısında, nə də evlad qarşısında hörməti ola bilməz. Yəni bunu unutmayın. İndi burada bəziləri başı xarablar yazacaq ki, yaxşı kişinin arvadı boşanmaz, nə bilim, neynəməz. Yəni yumun ağzınızı, mən ümumi deyirəm. Özünüz də görürsünüz ki, mən qadınların düşmanı deyirəm. Tökülüşməyin üstümə. Yəni zay kişi də var, qadın da var. Sadəcə mən ümumi planda götürürəm ki, Azərbaycan bu baxımından batır. Gəlin, bu aparıcıya minnətdaram, dərin təşəkkürümü bildirirəm. Yəni belə bir insanlar çıxsın efirdə, yəni belə bir şeylər təbliğ eləsin. Valideynləri çağırsın ki, uşaqları o uçuruma aparmayın, uşaqlara bu travmaları yaşatmayın. Yoxsa çıxıb orada bəzi qanı zatı xarablar kimi boşanmaları təbliğ eləməsin. Nə bilim, xəyanətləri təbliğ eləməsin. İstər orada aparıcı kişilərə, istər qadınlara aiddir və yaxud da orada müsiflər, orada çıxış edənlərə aiddir. Hamıya. Kim ki, bugünkü gün sosial şəbəkədə, mediada, hər hansısa bir sahədə
boşanmaları, nə bilim, əxlaqsızlığı təbliğ edirsə, birinci növbədə Allahdan ona ən ağır bəlanı arzulayıram. Bir də ki, belə bir qanun çıxa, onlar cəzalana. Başqa heç bir şey deyə bilmərəm. İndi söylən də söylür, yəni təhqir olunan da təhqir olunur. Əsas odur ki, bugünkü gün bax bu xanım çıxır, qadının atasından məhrum elədiyi uşağın, yəni necə deyim, təsir edici şəkildə göz yaşlarından çıxış eləyir. Və bu da qanan adam üçün siqnaldır. Qanan adam üçün siqnaldır. Onun şəxsi həyatını bilmirəm vallahi. Yəni ki, qarışmaq da fikrim yoxdur. Ola bilsin ayrılıblar, ola bilsin qürbətdədir, müəyyən özü dediyi kimi səbəbdən gələ bilmir. Əgər onunla özündə bir günah hiss eləyib, əgər bunu çağırış eləyirsə millətə ki, yəni eləməyin, uşaqlarınızı ayrı qoymayın atalarına, ataların qədrini bilsinlər uşaqlar, atalarla əlaqəni kəsməyin. Yəni bəziləri də var, məsəl üçün, atanı elə bir şey eləyir, ata olur, nə bilim, narkoman, ata olur alkaş, ata olur şərəfsiz. Yəni bu qadınların, bəzi qadınların təbliğatıdır. Allah elə qadınlardan, elə o balaları qorusun. Kişilər artıq elə qadınlardan çəkdiyini çəkir. Allah xalqımızı qorusun, Allah bütün ailələri qorusun, Allah hamını xoşbəxt eləsin, ailələr dağılmasın. Yəni bunu ümumi planda müraciətlər eləməlidir. Nəsə bir təbliğat, nə bilim, təşkilatçılıq, nəsə bir şey olmalıdır ki, bu boşanmaların qarşısı alınsın. Ölkə belə deyildi, bizim xalqımız belə deyildi. Hansısa bir vasitələr pozur bu milləti, hansısa bir necə deyim, seriallar mı deyim, digər bu sosial şəbəkələr mi deyim, nə deyim, axırı uçuruma gedirik. Bu boşanmalardır, ailə dəyərlərinin yerə vurulması barədə biz uçuruma gedirik. Allah xalqımızı qorusun, millətimizi qorusun.